Xüsusi təyinatlı qazilər, şəhid ailələri və Veteranlar İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə 2026-cı il 28-29 iyun tarixlərində şəhid və qazi övladları üçün Quba rayonuna 2 günlük maarifləndirici və istirahət məqsədli səfər təşkil olunub. Səfər çərçivəsində iştirakçılar ilk olaraq Quba soyqırımı memorial kompleksini ziyarət edərək burada xalqımızın tarixi ilə bağlı ətraflı məlumat alıblar. Daha sonra onlar Qubanın füsunkar gövşələrindən biri olan Qəçrəş meşəsində yerləşən milli mətbəxi və təmiz təbiəti ilə seçilən Aynur restoranının qonağı olublar. Restoranın rəhbərliyi və kollektivi şəhid və qazi övladlarını xüsusi diqqət və qayğı ilə qarşılayaraq onlara yüksək qonaqpərvərlik nümayiş etdirib. Səfərin davamında uşaqlar Quba Palace oteldə təşkil olunan Qubada XTQ irsinin davamçıları düşərgəsində iştirak ediblər. Düşərgənin əsas məqsədi şəhid və qazi övladlarının mənəvi-psixoloji rahatlığının təmini, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik ruhunun gücləndirilməsi və onlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub. Düşərgə müddətində Quba Palace Hotel tərəfindən uşaqların rahat istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. 2 gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif əyləncəli oyunlara, idman yarışlarına, xüsusilə voleybol turnirinə qatılaraq xoş və yadda qalan anlar yaşayıblar. Səfərin ikinci günü uşaqlar Quba Palace Otelinin nəzdində fəaliyyət göstərən golf klubunu ziyarət ediblər. Onlara golf idman növü haqqında ətraflı məlumat verilib, oyunun qaydaları izah edilib və hər bir iştirakçı həmin idman növünü praktiki olaraq sınamaq imkanı əldə edib. Səfərin son günü Safra ailəvi restoranı tərəfindən şəhid və qazi övladları üçün xüsusi ziyafət təşkil olunub.
Xüsusi təyinatlı qazilər, şəhid ailələri və veteranlar İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə düşərgənin yüksək səviyyədə təşkilində göstərdiyi fəallığa və əməyinə görə Birliyin Quba rayon filialının sədri Ramin Yunusova təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib. Mən Məhəmməd Hüseynov, Quba Palas Atelinin əməkdaşıyam. Bu gün 29 iyun 2026-cı il tarixdə Quba Palas Ateli və xüsusi təyinatların qaziləri, şəhid ailələri və veteranlar İctimai Birliyi ilə qarşılıqlı layihəmiz oldu. Şəhid övladlarının, qazi övladlarının atelimizdə istirahətini, səmərəli vaxt keçirməsini təmin etdik. Layihəyə görə bizim ateli seçdiklərinə görə xüsusi təyinatlar İctimai Birliyinin rəhbərliyinə təşəkkür edirik. Və Quba Palas Atel ailəsi olaraq başda Cənab Ali Baş Komandanımıza, bütün şəhidlərimizə, qazilərimizə, veteranlarımıza sonsuz minnətdarıq. Yaxşı ki siz varsınız deyə bu vətən var və var olacaqdır. Adım Rəşid, mən Quba Palas Otelində satış və marketing direktoruyam. Bu günləri Quba Palas Otelində şəhid övladlarını qəbul elədik. Əyləncələrdən istifadə edilər. Olan hər birinin sevinci, onlar bir dəfə sevinəndə biz 5 dəfə sevinirdik. Çalışdıq ki, əlimizdən gələn qədər onlara xoş gün yaşadaq, yadda qalan bir xatirə qalsın onlar üçün. Ramin müəllim, Bəhruz müəllim də belə deyək, bu məsələdə əməyi çoxdur. Onlara təşəkkür edirəm. Xüsusi təyinatlı qazilər, şəhid ailələri və veteranlar İctimai Birliyinin əsas məqsədi şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısına əlavə olaraq onların övladlarını daim diqqətdə saxlamaq, sosiallaşmalarına, mənəvi inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir. Quba səfəri də sözü gedən istiqamətdə həyata keçirilən silsilə layihələrin davamı kimi uğurla baş tutub. Qeyd eləyək ki, bu cür tədbirlərin mütəmadi təşkili şəhid və qazi övladlarının sosial inteqrasiyasına, psixoloji durumlarının yaxşılaşmasına, vətənpərvərlik ruhunda formalaşmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir. Birlik gələcəkdə də bu istiqamətdə oxşar sosial layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.